hərəkət çoxdan başlayıb, hələ də davam edir və gedilmiş yolu nəticə olaraq saatla qeyd edirik. Məsələn, biri var deyirəm ki, biri də var da, 1 saat səni gözləyirəm, insafsız. 1 saatdır səni gözləyirəm, 4-cüdür, səni gözləyirəm, 2-cidir. Demək ki, söhbət nədədir? 1 saatdır. Qurtardı söhbət. I am doing and I have been doing'in fərqi bir dənə o 1 saatdırdadır. Yarım saat səni gözləyirəm burada. I am doing. I am waiting for you. Səni gözləyirəm. I am waiting for you. Mən səni gözləyirəm. Bir də var demək istəyirəm ki, 5 saat səni gözləyirəm. I have been waiting for you for 5 hours. Budur 5-ci, 4-cü, başa düşdün. Bundan başqa onların arasında heç bir fərq yoxdur. Yaz bunların hamısı. I have onsuz da olacaq, düzdür? Been olacaq çünki davam edici zamandır, düzdür? I have been. I have been elə I am deməkdir də. I have been qaldı şəkil çəkməyə in qoşmaqda. I have been painting this picture for 2 weeks. İndi o for 2 weeks-i yığışdır oradan, dənə şəkil çəkirəm. I am painting. Bilsən nə edirsən? I am. Bax, hər hərəkətin həvli forması var. Eat. Həvləndir. Have eaten. Eaten. Break. Həvləndir. Have broken. I saw. To be. Həvləndir. Have been. Başa düşdün? I am a teacher'ın I have-lə versiyası o I have been a teacher olacaq da. Başa düşmürsən bunu? Geçmiş zamanda da həmin şey. Dünən şəkil çəkirdim, dünən 1 saatlı şəkil çəkirdim, eyni şey. I was drawing, məsələn də painting, yox drawing. I have been drawing yesterday for an hour, məsələn. Tamam mı? Gələcəkdə də həmin şeydir. Bin heç nə bildirir, fərq. Bin, to be feilin, feili sifət formasıdır. 1 saatda otururam burada. I am sitting. 1 saatda otururam. 1 saatdır varsa I am öldürür. I have been sitting. I have been sitting here 1 hour. For yadında saxla. Bir əmsalı var, 1 saatdır, 1 ildir. Onu Rusça artikel'dan yola ver. For an hour. For 1 hour desəm səni öldürməyəcəklər. O da var. Məsələn, Queen qrupunun belə bir manası var idi. 1 year of love. Bir sevginin 1 ili. A year of love da demək olar da bunu. Amma o yüzden 1'dan deyil. Burada bədii təsvir